Moskvada olan uşaqlara hamısına təşəkkür edirəm. Onlardan dəstək istəyirəm ki, mənim ölüm yarımçıq qalmasın. Uşağım öyrənməsi. Mən də istəyirəm ki, nəvə görəm, qucağıma nəvə alam. Onlardan xahiş edirəm. Hamısından, nə qədər Moskvada, hazır nə varsa Azərbaycan millətindən mənə dəstək olsunlar. Ölümə köməkdarlıq eləsin. Mənim də vəziyyətim bu gündə, belə yerdə yaşayıram. İndiyə kimi ölümə qonaq da gətirəmirəm, çağıramıram. Mən də istəyirəm mənim ölüm olsun, qonağım gəlsin, cəmaat kimi də ev kimi, insan kimi. Mən də istəyirəm qonaq qabağına çıxam, qonaq qarşılayam. Mən hamısından dəstək istəyirəm ki, nə qədər insanlar Azərbaycan xalqında Moskvada olan uşaqları imkan varsa mənim ölümü yarımçıq qoymasınlar, onlardan xahiş edirəm. Çox xahiş edirəm, onların ağzı mənim ürəyimə deyilsin. Nə deyim, onlara can sağlığı versin Allah. Ol yorulmayasınız. İşiniz zamanında olsun. İşiniz zamanında olsun. Sağ ol. Sağ ol. Salam aleyküm. Aleyküm. Hayırlı olsun. Sağ ol. Var ol. Sağ ol. Allah kendimizden, elimizden, oğlumuzdan eksik eləməsin. Sen bizim kendimizin böyük bir fəxrisən. Sağ ol. Sağ ol. Allah sizin kimi böyle böyük insanları üstüne hiç var əskik eləməsin. Amin. Biz sizin kimi insanlarımızdan Hayırlı olsun. Allah kendimizi bütün değerli kardeşlerim var olasın. Canına sağ olasın. Allah bu işin savabında Elçin Babaoğlu'na versin. Rabi Səkim, Amin. bütün qəhnə yox, şək yox. Respublika demək olar sizi tanıyır ki, siz bu insanların sağlamlığına necə xidmət eləmişsiniz, hansı nüfus sahibisiniz regionda ən çox da. Biz ümumiyyətlə hansısa bir xeyirli iş görəndə kəndin əhalisi sizlə məsləhət eləyir, sizin xeyir duanızı alır. Bir neçə gün qabaq özünüz də eşitmişsiniz ki, 18 il, 20 ilə yaxın bir indi görəsiniz, hansı bir yerdə yaşayan bir ailənin dəhnənin oğulları sağ olsunlar. Siz deyən kimi Canlı və İçili rəhbərliyi ilə onları vəziyyətdən çıxartmaq üçün ev inşasına başladılar. Siz eşidən kimi öz ziyalı, ağsaqqal borcunuzu yerinə yetirib həvəsində oldunuz ki, gəlib bir işin gedişindən maraqlanasınız, şəraiti görəsiniz və bizim kəndin gördüyü işi alqışlayasınız. Bunu bir daha qeyd edirəm ki, bu görülən işlər təkcə Şəki rayonunun kiçik dəhnə kəndi üçün deyil, görünməyən tərəflər var. Sadəcə olaraq qonşu rayonlar, qonşu bölgələr, Respublikanın o qəlbində xeyirxah əməllər sahibi olan insanlar bu işlə nümunə götürüb, onlar da Tanrı qarşısında, öz vicdanı qarşısında xeyirxah işlər görüb, savab işlər görüb, öz missiyasını yerinə yetirmiş ki, bu mənada bizim kəndin oğlanlarının həqiqətən son illər gördüyü işi sadalmanla tutarmaz. Böyük bir işlər görüblər və sizlərin də xeyir duası, səbəbkarlığınızla, bu işə təkan verməyinizlə daha da hesab edirəm ki, bu işlər davam edəcək və dəhnə Azərbaycan tarixində xüsusi olaraq həmişə tanınacaq. Şükür Allaha baxırıq, binada başlanğıc üçün bir neçə gündə əməlli başlı işləri gedib, usta da sağ olsun, bizim hörmətli kəndin insanlarındandır, tanınan gənclərdəndir. Bilmək istəyərdik ki, hansı işlər görüləsidir, hansı müddətə görüləsidir, bu işdə kömək edənlər varmı öz təşəbbüsü ilə? Salam aleyküm kənd cəmaatımız, bütün xeyirli qrupunda olan qardaşlar. Hər biriniz Allah canına sağ olasın. Bu güzel işlere göre. Vallahi işlediğimiz evde göz evdir. Seyvan zaldır, seyvandır. Kuhnasıdır, hamamıdır, açıq seyvanıdır. Üstündə ikimizə normallı gedir. Allah bütün kömək edənlərin canına sağ olasın. Allah hamımızı nə arzu varına çatdırsın. Sağ olun, var olun. Hoş geldiniz. Hoş bulduk. Hayırlı olsun. Xeyir olsun. İçində oturanlar olsun. Amin. Toylayıb gəlin gətirəsən.
Amin. Siz çaba ev eşya sabahları olmuşsunuz. Sağ olun, var olun. Allah başınızdan Allah razı olsun. İnşallah. Arzularınıza çatın. Eyni zamanda bizim kənd ziyalılarından uzun müddət məktəbdə müəllim işləyən, özünə görə öz nüfuzu, qabiliyyəti olan Mikail müəllim də öz təşəbbüsü ilə bu işlə bağlı gəlib baxış keçirirlər, görülən işlərlə tanış olmaq istəyir. Xahiş edərdim, öz ürək sözünü etsin Mikail müəllim bu işlər barədə. Allah kəndimizi həqiqətən başa kimi eləsin. Bizim kəndimizin oğlanları çox böyük işlər görürlər. Xeyriyyə fondu yaradılanda da biz ağsaqqallar yığıldıq və belə qərara gəldik ki, kəndimizdə olan problemlərin bəzisini dövlət həll edə bilmir. Ancaq biz özümüz bir fond yaratsaq, bu hardasa var, dövlətdə var, indi bizim kəndimizdə də olsun. Çünki müəyyən məsələlər var, o məsələləri həll edəndə bax belə adınızaqlı vəziyyətdə yaşayan kənd sakinlərinə kömək məqsədi ilə və digər məsələləri həll etmək üçün bizim fondumuz hamımız tərəfindən qeydə alınan, hamımızın köməyi ilə yaradılan bir mənbədir. İndi fondumuz yaradılandan sonra yaradılmamışdan qabaq da kəndimizin oğlanları belə ailələrə kömək eləyib. Çox yerdə belə gözəl evlər tikib, kəndimizin az təminatlı ailələrinə kömək məqsədi ilə və onlar həmin evlərdə indi yaşayırlar. Həmişə biz baxmışıq, görmüşük ki, o evlər indi hansı vəziyyətdədir, necə yaşayırlar və biz də kənddə aparılan abadlıq işlərini çox gözəl görürük. Bizim kəndin ziyalıları, Ramil doktor kimi əməli salih insanlar Elçin bağlı başda olmaqla bu fondun yaradılmasında və sonraki inkişafında böyük əziyyət çəkirlər. Kəndimizdə məscid tikintisində, məktəblərdə bəzi işlərin, sanitar qovşaqların və digər işlərin aparılmasında mən öz tərəfimdən danışa bilərəm. Məktəbimizdə hansı işlər görülüb. Bu işlərin görülməsində kəndimizin oğlanlarının Elçin başda olmaqla və digər insanların köməyi olmuşdur və mən arzulayıram ki, bizim fondumuzun sonraki inkişafı davamlı olsun və biz də az təminatlı ailələrə kömək edə bilək. Çox sağ olun Mikail müəllim. Mən əvvəl də qeyd elədim ki, yəni xeyriyyə fondunun yaradılmasında təşəbbüs göstərən ziyalılardan biri siz olmuşsunuz, Ramis Doktorlu və onu da çox gözəl qeyd elədiniz ki, mən elə bu sözləri demək istəyirdim. Bu fond yaranmamışdan əvvəl də bizim kəndin oğlanları bu işləri görürdülər. Amma bunu yalnız dəhnədə, yaxud təhqir adamlar bilirlər. Amma fondun yaranması bütün Azərbaycan cəmiyyətində rezonans yaratdı ki, sən demə, adi bir kənddə də nə boyda işlər görmək olub, savab işlər qazanmaq olardı. Xeyirxahlıq eləyib bir həm Allah qarşısında, həm vicdan qarşısında yüksəklərə çıxmaq olardı. Mən yenə hər birisini alqışlayıram bizim o azacıq dosta köməyi olan kənd oğullarının qarşısında. Bura təmənnasız kömək edən fəhlələrdir, kömək eləyənlərdir, ərzaq gətirib verənlərdir. Hər birisinin təşəkkür edirəm ki, biganə qalmırlar. Belə bir kasıb, imkansız ailəyə, əvvəl dediyim kimi 21-ci əsrdə bu herhalde görmüşsünüz nə vəziyyətdə olan bir vagonda yaşayan ailəyə kömək eləmək həqiqətən Allah qarşısında böyük savab. İnsanların özü vicdanı da qəbul eləməz ki, kimsə gözəl məclis evdə yaşasın, ancaq belə vəziyyətdə, ağır vəziyyətdə yaşayan insanlar üçün əlbəttə bu faciəli bir şeydir. Değerli Azərbaycan xalqı, hörmətli dəhnə cəmaatı, biz bir neçə gün əvvəl kasıb bir ailədə, vagonda yaşayan bir ailənin ev tikintisində, Moskvada yaşayan kənd oğullarının köməyi ilə, Sağlam Elçinin başçılığı ilə görülən bir xeyirxah işlə bağlı Nurlu Səhər TV olaraq çəkilişə gəldik, dəvət olunduq, daha doğrusu Sağlam Elçin tərəfindən. Biz
müəyyən çəkilişlər apardıq. Azərbaycan xalqına da çatdırdıq ki, 21-ci əsrdə belə bir şəraitdə 20 ilə qədər yaşayan ailə var. Sağ olsunlar, səfərbər oldular. Dəhnə uşaqlarının köməyi ilə bu işi icra eləyib, bu kasıb, kimsəsiz, ailə başçısı olmayan bir ailəyə kömək eləmək qərarına gəldilər. Şükür Allaha, işlər də başlayıb. Qeyd eləmək istəyirəm ki, mən ətraflı məlumat verəcəm. Bu günlərin bu baxışda kəndimizin ağsaqqalı, həm də təkcə rayonun, kəndin deyil, respublikada tanınmış həkim Ramiz həkim iştirak eləyir. Bizim kanalın ağsaqqalı Amil müəllim buradadır. Mikail müəllim kənd ziyalılarından tanınmış şəxslərdəndir, hörməti olan insanlardandır. Eyni zamanda bizim xeyirlə şər qardaşdır deyirlər. Bizim şər məclislərində əlindən gələn köməyi əsirgəməyən Allah verdi qardaşımız buradadır. Nə deyərdim? Yəni, hər halda bütün insanlar həmişə yaxşı işi alqışlamalıdır. Pis işlərin qarşısını almağa çalışmalılar. Buna görə də Amil müəllim, başlarınız üçün bir neçə kəlmə sizin dediklərinizi eşitmək istəyərdik. Bütün Nurul Səhər telekanalının tamaşaçılarına salam deyirəm. Həmişəki qaydada kəndimizdə nə vaxt xeyriyyə işləri görülürsə, biz onu həmişə işıqlandırmağa çalışmışıq. Məhz bu gün də həmin xeyriyyə işlərindən biridir. Gəlmişik, özümüz şahidlik eləyirik. Usta işləyir, fəhlələr can başına xidmət eləyir və mənə belə gəlir ki, bu dəhşətli vaqonda yaşayan bir nəfər qadının əzab əziyyətləri bu ev tikilib ərsəyə gələndən sonra sona çatasıdır. Deyir, həyat ki vardır bir xəzinədir. Bəs bu xəzinənin sərvəti nədir? Həyat qanat verər eşqə, səfaya, həyat quşları da gətirər cana. Lakin həyatın da dəhşətləri var. Bəli, xeyriyyə fondu yarananda mən bu fikri orada da demişdim. Bax, həyatın ən dəhşətli anlarından biri də budur. Sizin baxdığınız vaqon və bu vaqonda yaşayan ana, baba. Vaxtı ilə evlərdə nökər saxlayardılar, kəniz saxlayardılar. Ev sahibləri, imkanlı adamlar öz nökərinə, öz evlatlarından fərqli baxmazdılar. Onlara da öz evlatları kimi həmişə diqqətli yetirərdilər. İndi bir kasıb ailələrə də bəs bizim yaratdığımız bu dəhnə xeyriyyə fondunun hesabına kömək eləyirik. Dahilərdən biri deyib ki, mənə bir mən lazımam, bir də yaradan. Məni bir mən bilirəm, bir də yarayan. Məni məndən gözəl bilən yoxdur. Allah bilir, bir mən bilirəm. İndi bu qadın orada əzab əziyyətlə yaşayıbdır. Və özü bilir, özü keçirib bu çətin günləri. Bir də Allahı bilir. Ancaq bu günlərin mənə bir mən lazımam, bir də yarayan. Deməli, özü lazımdır. Bir də buna kim yarayırsa onu, bu. Kim yaradı buna? Bəli, bizim yaratdığımız dəhnə xeyriyyə fondu. İndiyə qədər heç deyən var idimiş ki, sən necə yaşayırsan, harada yaşayırsan, hansı səviyyədə yaşayırsan. Odur ki, başqa bir fikir deyir. Deyir, insanın qəlbini göstərməz paltar, yazan yaxşı bilir taleydə nə var. Bəli, bu adam bu çətin taleyini yaşayıbdır. Bu taley ona qismət olub. İndi bu ev ərsəyə gələndən sonra o taleydə yaşadığı əziyyətləri bir qədər unudub, yerdə qalan ömrünü heç olmasa xoş fırağan ömür yaşaya bilər. Odur ki, bu xeyriyyə fondunun iştirakçılarının hər birinə biz təşəkkür bildirməliyik. Hər birinə sağ ol deməliyik. Bu bir nəfərin işi deyil, bir 3 nəfərin işi deyil. Bu ümumilikdə cəmaatın bircə köməyi nəticəsində olur. Ataların bir misalı var. El bir olsa dağ oynadılar yerindən, söz bir olsa zərbə kərən sındırar. Zərbi kərən. Bu kərən bilirsinizmi nədir? Bu kərən dağda əmələ gələn kobud ağaçdır. Kötü. Bizim dilimizdə onu kötük deyirik. O kötüyü o vaxtı, geçmiş vaxtı dağ kəndlərində ev tikəndə gətirir, onu meşədən qırır, gətirib evin belinə qoyarlar.
Və birdən elə oldu ki, o surat damandı eləyəndə çürüyürdü, qırılırdı. Cəmaət bir-birinə deyir ki, evimin kərəni qırılıbdır. İndi Allah eləməsin, maşallah ola. Kəndimizdə ki, bu xeyriyyə fondu var. Heç kəsin kərəni qırılası deyil. Allah onlara ömür versin. Onlar da gücü çatandan bu cəmaatın əlindən tutub köməkdarlıq eləyəsin. Gəlsin və bu evin ərsəyə gəlməsini istirahət edənlərə bir çay dəstgahı kimi gəlib burada nuş eləsinlər. Çox sağ olun Amil müəllim. Mikail müəllim qeyd elədi, hər şeyi dedi. Yəni xətrinə dəyməsin. Mən bir erkənə bir sözümü də demək istəyirəm efir vasitəsilə ki, qardaş, bax qeyd elədi ki, şəxsən bizim məktəbdə bu işlər görülüb, bu xeyirxah əməllər görülüb, filan şeylər elənib, ərsəyə gəlib, kəndimizdə yüzlərlə müəllim var, pedaqoq var, ziyalılar var, eyni zamanda hər kəs bilir ki, 20-yə qədər imkansız ailələrə, hər halda onların da yaxınları var, bir öz ziyalı sözünü mən istəyərdim ki, uçusu eləyirəm bir kanal rəhbəri olaraq ki, bu ziyalılarımız səsini çıxarsınlar. Bəlkə elə bir daha xeyriyyə işləri var ki, bizi yönətsinlər ki, bu işlər də görülsə gələcəkdə yaxşı olar. Onsuz da bu xeyriyyə fondu fəaliyyəti davam eləyir. Buna görə də mən hər bir vətəndaşımızdan bizim zəhmətlə, zülümlə qazandıkları puldan bu kəndin imkansız ailələrinə bizim oğlanlarımız kömək eləyir. Bizim ziyalılarımız, müəllimlərimiz öz ocağında, öz evində heç olmasa mənəvi dəstək dursun bu görülən işlərə. İşıqlandırsın, sözünü desin, çatdırsın cəmiyyətə. Mən bunu istəyirdim. Allah verdi qardaş, sizin də sözünüz var bəlkə, deyə bilərsiniz. Xeyirli olsun işləri. Allah sağ eləsin hamısının canına. Çox sağ olun. Allah. Mən də öz növbəmdə sizin Nurlu Səhər televiziya kanalının bütün işçilərinə minnətdarlıq edirəm. Sizi dəvət edəndə mən çox xoşhal oldum. Gəldim ki, sizin də birgə işinizlə bir yerdə bu işlərə baxaq. Çünki kəndimizin həqiqətən yaxşı olanları fond yaranandan sonra da, fonddan əvvəl də hamıya kömək eləyiblər. Bunu işıqlandırmaq və cəmiyyət arasında yaymaq çox gözəl bir işdir, savab bir işdir. Düz buyurdunuz ki, bizim məktəbimizdə də xeyriyyə fondunun gördüyü işlər var. Kənd məscidin tikilməsində də çox xeyirli, çox böyük, çox möhtəşəm bir işdir. Elə bir kənd, elə bir oba mən tanımıram ki, bu yaxın məkanlarda, belə bir regionda belə bir məscid olsun və bizim əməl salih insanlarımız, dindarlarımız həmişə gəlirlər məsciddə, namaz qılırlar. Çox sağ olun ki, bu işləri işıqlandırmaqda sizin kanalınız belə işlərə qatılır. Siz də çox sağ olun. O deyir, bizim Ramiz həkim də az danışıb çox iş görən insanlardandır. Yenə bir başlanğıc üçün sizin xeyirduanız nə olardı? Mənim xeyirduam deyir, əl tutmaq əldən qalır. Mən bir daha kənd ziyalıları, ağsaqqallar adından bu işin görənləri Elçin başda olmaqla hamısına öz minnətdarlığımı bildirirəm. Onlara can sağlığı, uzun ömür arzu edirəm. Çox sağ olun. İnşallah kəndimiz tarix yazmaqda davam eləyər. İnşallah.